Ədədin mütləq qiyməti və ya ədədin modulu. Mütləq qiymət nədir? Yəni ədədin hesablama başlanğıcından, yəni sıfırdan olan məsafəsidir. Yəni biz də bilirik ki, məsafə heç vaxt mənfi olmur. Yəni hesablama, məsələn, 3-ə qədər olan məsafə 3-dür, mənfi 3-ə qədər olan məsafə də 3-dür. Buna görə də ədədin modulu mənfi olmur. Həmişə yəni ədədin mütləq qiyməti və ya ədədin modulu mənfi ola bilməz. Ədəd oxunda ədədə uyğun nöqtədən, yəni bax məsələn 4 deyək, 4-ün modulunu tapmaq istəyirik. Ədədə uyğun nöqtədən sıfıra qədər məsafə, yəni sıfıra qədər məsafə 4-dür. Mənfi 4-dən də, yəni ədədə uyğun nöqtədən sıfıra qədər məsafə yenə 4-dür. Yəni hesablama başlanğıcından olan məsafəsidir. Burada ədədin mütləq qiyməti və ya modulu, modul A kimi işarə olunur. Bu kənardakılar düz xətdir. A-nın mütləq qiyməti A-ya bərabərdir. Mənfi ədədin mütləq qiyməti də A-ya bərabərdir. Çünki biz burada gördük ki, mənfi 4-dən də olan məsafə 4-dür. 4-dən də olan məsafəmiz 4-dür deyə mənfi ədədin də mütləq qiyməti və müsbət ədədin də mütləq qiyməti müsbət ədədə bərabərdir. Sıfırın mütləq qiyməti sıfıra bərabərdir. Ümumiləşdirsək, müsbət ədədin modulu ədədin özünə bərabərdir. Mənfi ədədin modulu ədədin əksi olan ədədə bərabərdir. Sıfırın modulu sıfıra bərabərdir. Əks ədədlərin mütləq qiymətlərinin bərabər olduğunu necə əsaslandırmaq olar? Bəli, gördük ki, 4-ün də məsafəsi 4-ə bərabər, yəni mənfi 4-ün modulu bərabərdir 4-ə, 4-ün də modulu bərabərdir 4-ə. Ona görə mənfi və müsbət ədədlərin modulları bərabər oldu. Verilmiş ədədlərin modulunu tapın. Yəni biz yazmalıyıq bunu. Modul 5 bərabərdir 5-ə. Modul 10 bərabərdir 10-a. Modul mənfi 81 81-ə. Modul 0 bərabərdir 0-a. Modul 7 bərabərdir 7. Modul mənfi 25 25-ə. Modul mənfi 5 5-ə. Modul mənfi 32 32-ə. Modul mənfi 10 10-a. Modul 63 bərabərdir 63-ə. 2 nömrəli çalışma. Ədəd oxunda verilmiş nöqtələrin koordinatlarını yazın. Bu nöqtələrə uyğun ədədlərin mütləq qiymətini tapın. Yəni C-yə uyğun olan, elə burada sırayla verib, B-nin koordinatı mənfi 7. Buraya yazırıq mənfi 7. Mənfi 7-nin modulu da bərabərdir 7-yə. F-in koordinatı 0, 0, bu da 0. C-nin koordinatı mənfi 10, mənfi 10-un mütləq qiyməti, o da bərabərdir 10-a. G-nin koordinatı 10, mütləq qiymət 10, onun da mütləq qiyməti 10-a bərabərdir. Mütləq qiymət, modul eyni anlayışlardır. D 7, 7, modulda 7-yə. H 12, modul 12, modulda 12-yə bərabər. Y 3, 3-ün modulu da 3-ə bərabər. M 14, modul 14, modulu da 14-ə bərabərdir. 3 nömrəli çalışma. Boş xanaya uyğun ədədləri müəyyən edin və ədəd oxunda göstərin. 3-ün modulu 3-ə, mənfi 5-in modulu 5-ə, nəyin modulu 15-ə bərabərdir? Burada həm müsbət 15 olacaq, həm də mənfi 15. Burada D-də də həm 20 olacaq, həm də mənfi 20. Y-də 0, yəni 0-dır. F-də isə yenə mənfi 16 və 16. Və ədəd oxunda göstərin, yəni ədəd oxunda da özünüz göstərərsiniz. Səhvləri tapın. Bu doğrudur. Mənfi 4. Yanlış.
Yəni bura yanlış, doğru. -4. Bax burada birinci daxildəkini yazırıq. Sağ tərəfdə moduldan 4 çıxır, amma bu qarşısındakı mənfi qalacaq. Burada isə -4-ün modulu 4-ə bərabərdir. Yəni bunlar biri 4, biri -4-dür. Yanlışdır. -4-ün modulu mənfi ola bilməz. Yanlış. Bu doğrudur. Burada da yenə moduldan müsbət çıxır. Amma qarşıdakı mənfi isə qalır. -4, bu isə 4-dür. Bu da yanlışdır. Burada yenə modul -4-dən 4 çıxır. Qarşısındakı mənfi qalır. Yəni birinci elə biz bax buranı hesablayırıq. Bu 4 edir, qarşısındakı mənfi qalır. -4 də -4-ə bərabərdir. Bu da doğrudur. Yəni yadda saxlayın ki, ümumiyyətlə 1 var, mənfi modul -4 yazar. Biz ilk öncə bu daxildəki moduldan çıxar. Bu mənfi işarəmiz qalır. -4-ün modulu isə 4-ə bərabərdir. Bir də var yazar, məsələn, modul -4, bu isə yalnızca 4-ə bərabərdir. Hansı halda fikirlər doğrudur? Həmişə, bəzən, heç vaxt sözlərindən istifadə etməklə cavab verin, nümunələr göstərməklə izah edin. A bəndində mənfi ədədin modulu müsbət ədəddir. Bu həmişə. Bayaqlar dedik ki, mənfi də olsun, müsbət də olsun, bu ədədlərin modulları həmişə müsbətdir. Buna yazırıq həmişə. Həmişə. B bəndində ədədin modulu bu ədəddən böyükdür. Bu bəzən. Nə üçün? İndi nümunələr göstərək. Məsələn, ədədin modulu bu ədəddən böyükdür. Ədədin mənfi üçün modulu bərabərdir 3-ə. Amma bu doğru olmur axı. Amma 6-nın modulu bərabərdir 6-ya. Burada görürsünüz, deyir, ədədin modulu, mənfi üçün modulu 3-dür. Bu ədəddən böyükdür. Burada oldu. Amma 6-nın modulu bərabər oldu 6-ya. Burada amma bərabər oldu, böyük olmadı. Ona görə bəzən yazırıq. C bəndində müsbət ədədin modulu mənfi ədəddir. Bu heç vaxt. Yazırıq heç vaxt. Yəni mənfi də müsbət ədədin modulu həmişə müsbətdir. Ədədin modulu ədədin özünə bərabərdir. Bu da bəzən olar. Ədədin modulu, bu da nə zaman olurdu? Bayaq göstərdik. Ədəd müsbət olanda ədədin modulu özünə bərabər olur. Yəni müsbət 7-nin modulu bərabərdir 7. Özünə, amma mənfi 7-nin modulu isə bərabərdir 7-yə. Yəni özünə bərabər olmadı. Ona görə yazırıq bəzən. Altıncı tapşırığı həll edək. Deyir, hesablayın. Deməli, birinci ədədin mütləq qiymətini tapmalıyıq, sonra hesablamanı yerinə yetirməliyik. A variantında -8-in modulu 8, üzərinə gəl 5, bərabər olacaq 13. B-də yenə -8-in mütləq qiyməti olur 8, -8 bərabərdir 0. C-də -5-in modulu 5, vurulsun -2-nin modulu 2, 5-i də 2-yə 10. D-də -10-un modulu 10, vurulsun 4, üzərinə gəl 6. Birinci vurmanı yerinə yetiririk. 40 üzərinə gəl 6, 46.
Y-də mənfi 15-in modulu 15, mənfi 3-ün modulu 3, 15-i də 3-ə böldük 5. F-də 12 minus mənfi 4-ün modulu 4 vurulsun 0. Yəni 12 minus 0 bərabərdir 12. G-də mənfi 6-nın modulu 6, 4-ün modulu 4, minus 4 olacaq 24 minus 4, 20. H bəndində mənfi 7-nin modulu 7 vurulsun, mötəriz açırıq 3 üzərinə gəl. Mənfi 3-ün də modulu 3, o da bərabərdir 7 vurulsun 6 bərabərdir 42. 7-ci. Müqayisə edin. A variantında 22-nin modulu 22, bu da mənfi 22, müsbət ədədlər mənfi ədədlərdən böyükdür. B-də mənfi 22-nin modulu 22, bu da 22, bunlar bərabər. C-də əvvəlcə modulun daxilini hesab 17-dən 7, 10, onun da mütləq qiyməti 10 və 0, 10 daha böyükdür. D-də mənfi 17-nin modulu 17 minus 17 bərabərdir 0 olur. 0 ilə mənfi 1 müqayisə etdikdə 0 böyükdür. İndi mənfi ədədləri modullarına görə də müqayisə edə bilərik. Biz bayaqları deyirdik ki, mənfi ədədləri yəni əvvəlki dərsdə müqayisə edəndə hansı solda yerləşirdisə, o daha böyükdür. İndi bizə 2 mənfi ədəd veriləsə, məsələn, elə buradakı mənfi 8 ilə mənfi 3-ü müqayisə etmək istəyirik. Əvvəlcə onların modullarını tapırıq. Mənfi 8-in modulu 8, mənfi 3-ün modulu 3, hansının modulu böyükdürsə, o daha kiçikdir. Yəni mənfi 8 və mənfi 3. Modulu böyük olan 8 olduğuna görə bu daha kiçikdir. 2 mənfi ədəddən, yəni modulu böyük olan ədəd daha solda yerləşdiyinə görə, modulu kiçik olan ədəd isə sağda yerləşir. Ona görə 2 mənfi ədəddən modulu böyük olan ədəd kiçik, modulu kiçik olan ədəd isə böyükdür. 8 nömrəlini elə bu qaydaya əsasən yazsaq, mənfi 18-in modulu, birini bu şəkildə yazıram, sonra hamısının işarəsini qoyacam, yoxlarsın. Mənfi 18-in modulu 18, mənfi 10-un modulu 10, hansının modulu böyükdürsə, o daha kiçikdir. 18 böyük olduğuna görə o daha kiçikdir. Mənfi 16 ilə mənfi 12-də, mənfi 12, mənfi 23 daha böyük, mənfi 14 daha böyük, mənfi 51 daha böyük, mənfi 12, burada mənfi 18, burada mənfi 4, bunda mənfi 2, mənfi 8, mənfi 90, burada da mənfi 10. 9-da müqayisə edin, mənfi 26 böyükdür. Burada isə biz mənfi 24-ün mütləq qiyməti bu oldu 24, qarşısında da bir mənfisi var. Yəni biz mənfi 10-dan mənfi 24-ü müqayisə edirik, mənfi 10 daha böyük. Burada mənfi 69-un mütləq qiyməti, yəni biz birinci bunu tapırıq, 69, qarşısında isə mənfisi var. 69 ilə 0-ı müqayisə edirik. Burada mənfi 44 mütləq, bunu isə 54 minus 10 bərabərdir 44 olacaq. Deməli, bu ifadələr bərabərdir. Sıralayın, artan sırayla deyir. Bu mənfi 29, bu oldu 36, 36, 0, 38. Artan sırayla dedi deyə ən kiçiyi mənfi 29, 0, 36, 38. B bəndində bu 48, bu 43, bu da 24. Deməli, burada mənfilərimiz var. Mənfi 29, mənfi 20, sonra 24, 43,
və 48. C-də bu 72, bu da 101. Artan sırayla dedi, mənfidən başlayaq. Mənfi 74, mənfi 12, 0, 72 və 101. Azalan sırayladır. Əvvəlcə mütləq qiymətlərini tapaq. Bu 11, bu 27. Azalan sırayla dedi deyə ən böyükdən başlamalıyıq. A bəndində ən böyüyü 27, sonra 11, mənfi 2, mənfi 3. B bəndində bu olur 15, 0, bu da 21. Amma biz verilən ədədləri yazmalıyıq da, sıralamanı yazmaq üçün. Məsələn, B bəndində hesabladığımız cavaba görə yox. Yəni, azalan sırayla dedi deyə ən böyüyü 15'dir. Yəni, yazmalıyıq modul 15. Sonra, daha doğrusu burada 21. 21'i göz nəzərdən qaçırdıq. 21. Birinci olacaq mənfi 21, yəni bu. Sonra modul 15. Sonra gələcək 0, mənfi 6, mənfi 14. C bəndində bu olur mənfi 10, çünki mənfi moduldan kənardadır. Bu isə buradan 3 çıxacaq, bu da mənfi 3. Azalan sırayla dedi deyə ən böyüyü 12, sonra mənfi 2, sonra mənfi modul mənfi 3, mənfi 9, mənfi modul 10. Verilən ədədlər arasından boş xanaya uyğun ədədləri tapın. Modulu 3-dən kiçik olan 5'in modulu 5'dir. Xeyr, bu olmur. Gəlin elə hamısının modulunu tapaq onu. Bu 5, bu 3, 0, 2, 4. Deməli, 3'dən kiçik olanlar 0, 2 və 4. 0, 0 və 2. Yəni, bu da yox. 0 və 2. Burada 6'ya bərabər olsun və 6'dan kiçik olsun. Amma modullarımı, bu mənfi 8'in modulu 8. Bu 6, 1, 0, 2, 6. 8 olmur. 6, 1, 0, 2 və 6. Yəni, bu ədədlərin hamısını seçdik. C bəndində mənfi 10'un modulu 10, 7, bunlar da özləri qaldı. İndi deyir, modulu 7'dən böyük olsun. Bu olur. 7 olmur, 0 olmur, 4 olmur, 8 və 12. Burada isə mənfi 5'in modulu 5, mənfi 4, 4, 1. İndi deyir, 4'dən böyük və 4'ə bərabər. Mənfi 5, mənfi 4, 1 olmur, 4 və 5. Boş xanaya uyğun 2 müsbət və 2 mənfi tam ədəd tapın. Modulu 5'dən böyük olsun. Mənfi 6, mənfi 7. 2 dənə mənfi yazdıq. 2 dənə də müsbət yazsaq, 6, 9. 2'dən kiçik və 2'yə bərabər. Mənfi 1, mənfi 2, 2 dənə mənfi yazdıq. Müsbət yazsaq, 1, 2. 3'dən kiçik. Mənfi 1, mənfi 2,
müsbətlər yazsaq 1, 2. Sıfırdan böyük olsun. -6, -10. Müsbətlərdə 8, 9. Birdən böyük və 1-ə bərabər. -1, -2, 3, 5. Modulu -1-dən böyük olsun. -3, -5. Modulları -1-dən böyükdür. 2 dənə də müsbət ədəd yazsaq 2, 7. Fikirlərdən hansı doğru deyil? Modul A bərabərdir modul B olarsa, deyir bu ədədlər bərabərdir. Bu doğru deyil. Çünki yazsam ki, modul A-nın yerinə qoysam -3. -3. B-nin yerinə qoysam 3. Bunların modulları ikisi də 3 edir. Amma ədədlərin özləri bərabər deyil. Çünki ədədimiz, biz ədədi götürmüşdük. A-nı -3, B-ni isə 3 götürmüşdük. Modulları bərabər olsa da, ədədlər özləri bərabər olmadı. Bu doğru deyil, yanlış. Anar deyir, əgər A və B ədədləri bərabərdirsə, bəli, məsələn, A-nı da 5 götürsəm, B-ni də 5 götürsəm, onların mütləq qiymətləri də bərabər olur. Bu doğru. Səbinə deyir, A, B-dən kiçik ədəd olarsa, məsələn, A-ya yazım 4, B-yə yazım 7. Modulda kiçik oldu, yəni modul A, amma indi yazaq. A-ya yazıram, A bərabərdir -7, B olsun 6, yəni 6 -7-dən böyükdür. Amma modullarını tapsaq, -7-nin modulu olur 7, 6-nın modulu isə olur 6. Amma modulları ödəmədi, bu yanlış. 14. Şəkildə bəzi obyektlərin dəniz səviyyəsinə nəzərən vəziyyətləri təsvir edilib. Təyyarə yoxsa sualtı gəmi dəniz səviyyəsindən daha uzaqdadır. Təyyarə 3000-dir. Təyyarə 3000. Sualtı gəmi isə -2000-dir. Onu da mütləq qiymətini tapsaq 2000. Bizə deyir, təyyarə yoxsa sualtı gəmi dəniz səviyyəsindən daha uzaqdadır. Burada təyyarə olacaq, çünki 3000 daha uzaqdır. Dəniz səviyyəsindən qartalla eyni məsafədə olan obyekt. Qartal 2000-dədir. Eyni məsafədə olan -2000. Bu olacaq sualtı gəmi. Sualtı gəmi. Hansı canlı dəniz səviyyəsində üzür, yəni sıfırla dəniz səviyyəsində üzən ördəkdir. Ördək. Dəniz səviyyəsindən 1500 metr dərinlikdə üzən balina. Bu balina ortaqdır. 1500 metr dərinlikdə üzən balina hansı obyektlər arasında yerləşir? Balina yerləşir sualtı gəmi və ördək arasında. Baxır, sualtı gəmi və ördək. Sualtı gəmi və ördək. Burada sonuncuda yanlışda o. Bizdə deyir, dəniz səviyyəsindən 1500 metr dərinlikdə üzən balina, yəni burada üzən. Bu balıq miniymiş. Burada balina buradadır. Balina hansı obyektlər arasında olacaq? Onda delfin və sualtı gəmi. Çünki bu delfin buradadır. Delfin -1000-dədir. Gəmi də -2000-dədir. Bu da bunlar arasında deyir də -1500 dərinlikdə. -1500 deməli sualtı gəmi və delfin.